Bildiyiniz kimi Mahir Abdullayevin Hüquqları Müdafiə Komitəsi bu ilin fevral ayında yaradılıb. Ötən müddət ərzində komitə bir sıra işlər görüb. Ən mühüm məsələ odur ki, komitə Mahir Abdullayevin oğurlanması faktını bir daha ictimai gündəmə gətirdi və ictimai diqqəti bu problemə yönəltdi. Və eyni zamanda ortaya belə bir aktual problemi qoydu ki, Azərbaycanda 10 ildir ki, bir insanın talehi qeyri-müəyyən olaraq qalır. Və bu təkcə Mahir Abdullayevlə deyil, Mahirlərlə belə deyək ki, ahət olunan bir problemdir və ölkənin əsas ağırlıq problemlərindən biridir. Yəni, diqqəti bu mövzuya və problemə yönəltdi. Hesab edirəm, bu çox ciddi məsələlərdən biridir. Çünki son zamanlar bu problem kifayət qədər aktuallaşıb. Və eyni zamanda bu istiqamətdə bir sıra araşdırmalara başladı və ən əsas odur ki, Müdafiə Komitəsinin tərkibində İctimai Təhqiqat Qrupu yaradıldı və İctimai Təhqiqat Qrupu ötən müddət ərzində, konkret desək, ötən 10 il ərzində hüquq mühafizə orqanlarının açmalı olduğu və açmadığı bir sıra faktları araşdırdı və hal-hazırda bu faktların ümumiləşdirilərək yaxın zamanlarda hesabat halında ictimaiyyətə təqdim olunması gözlənilir və bu istiqamətdə işlər davam etdirilir. Mahir Abdullayevin işi ilə bağlı eyni zamanda Baş Prokurorluq yanında müstəqil istintaq qrupu yaradılıb, uzun müddətdir ki. Mahir Abdullayevin Hüquqları Müdafiə Komitəsi istintaq qrupunun fəaliyyətindən razıdır, qane edilmir. Təbii ki, bu fəaliyyət bizi qaniləmir. Ona görə qaniləmir ki, ötən 10 il müddətində deməli, Milli Təhlükəsizlik Nazirinin zabiti Mahir Abdullayevin oğurlanması və itkin düşməsi faktı ilə əlaqədar olaraq elə bir ciddi addım atılmıyor və atılıbsa ictimaiyyətə hər hansı bir məlumat verilməyib. Yalnız biz deməli, Mahir Abdullayevin qohumlarına, yaxınlarına verilən cavab məktublarla tanış oluruq və bu cavab məktubları daha çox formal xarakter daşıyır. Mən sizə maraqlı bir fakt deyim. Dünənləri deməli, bir məhkəmə prosesində iştirak edirdim. Məhkəmə prosesi komitənin sədri Azad Mursaliyevlə vəkil Ramiz Zeynalov arasında olan məsələ ilə əlaqədar idi. Və orada məhkəmə heyəti bir maraqlı fakt dedi ki, deməli, Yasamal rayon məhkəməsi Respublika Prokurorluğuna Mahir Abdullayevin işi ilə bağlı sorğu göndərib və bununla əlaqədar müəyyən məlumat istəyib. Və Respublika Prokurorluğunun bu işlə əlaqədar verdiyi cavabda bir məqam var idi ki, indiyə qədər Mahir Abdullayevin cinayət işi ilə əlaqədar hələ heç kim istintaqa şübhəli şəxs qismində cəlb olunmayıb. Yəni, bu faktın özü göstərir ki, deməli, 10 il keçməsinə baxmayaraq, oğurlanmış bir şəxsin işi ilə əlaqədar olaraq hələ heç kim istintaqa, belə deyək ki, şübhəli şəxs qismində cəlb olunmayıb. Bu adam lap oğurlansa da, itkin düşsə də və yaxud da öldürülsə belə, bununla əlaqədar müəyyən addımlar atılmalıydı. Mən nəyə görə bu fikirdəyəm? Bilirsiniz ki, Mahir Abdullayevin oğurlanması faktı ilə əlaqədar olaraq çoxlu sayda faktlar var ortalıqda. Yəni, bura həm video, foto çəkilişlər, həm dəlillər, sübutlar, müraciətlər, şahid ifadələri və eyni zamanda digər faktlar var. Təkcə Mahir Abdullayevin oğurlanması faktı ilə əlaqədar olaraq 2003-cü ilin oktyabr ayının, bilirsiniz ki, 13-də oğurlanıb. 2003-cü ilin oktyabr ayının 12-cində və 13-də Mahir Abdullayevin cib telefonuna gələn zənglər, sürəkli zənglər, belə deyək ki, istintaq üçün kifayət qədər ipucu verə bilərdi. Və digər tərəfdən bilirsiniz ki, onun geri qaytarılmasına qədər qardaşı Elşad Abdullayevin aparılan danışıqlar var, çox saylı görüşlər var və bu görüşlərdə Mahir Abdullayevin qaytarılması timsalında Elşad Abdullayevdən təmənna istəyən şəxslər var. Və bunlar özü onu göstərir ki, ortada çox ciddi faktlar, şəxslər, şahidlər var. Hətta bəziləri ki, mən Mahir Abdullayevi görmüşəm, Mahir Abdullayev falan yerə saxlanılır, Mahir Abdullayevlə danışmışam, sizə salamı var, mən onu gətirə bilərəm, gətiriləcək, Mahir Abdullayev məsələsi mənlikdir, filandır. Yəni, bu qədər ortada deməli, şahidlər, faktlar, insanlar olduğu halda hələ heç kim ötən müddət ərzində deməli, Mahir Abdullayevin işi ilə bağlı istintaqa şübhəli şəxs qismində cəlb olunmayıb. Bunun özü göstərir ki, son 10 il ərzində Mahir Abdullayevin işi ilə bağlı maraqlı qüvvələr bu işin deməli, açılmasında və ictimaiyyətə olduğu kimi təqdim olunmamasında maraqlı olublar və bu iş, belə deyək ki, örtbasdır edilib. Ona görə də biz Müdafiə Komitəsinin tərkibində
ictimai təhqiqat qrupu yaratmışıq və bu ictimai təhqiqat qrupunun məqsədi bayaq qeyd etdiyim kimi ötən 10 il müddət ərzində hüquq mühafizə orqanlarının açmadığı və açmaq istəmədiyi bir sıra faktları deməli toplamaq, artıq bu faktların böyük hissəsi toplanılıb, araşdırmaq və onu hesabat halında ictimaiyyətə təqdim etməkdir ki, inşallah biz bunu çox yaxın zamanlarda ictimaiyyətin diqqətinə təqdim edəcəyik. Bu komitə fəaliyyətə başladıqdan sonra bir sıra mətbu orqanlarda komitənin sədri Müsəliyev barədə xoşagəlməz məqalələr dərc olunur. Sizcə bu məqalələrin arxasında kimlər dayanır? Mən hesab edirəm ki, bütün bunlar hamısı sistemli şəkildə aparılan bir məsələlərdir. Əvvəla ona görə ki, Müdafiə Komitəsinin sədri Azad Mursəliyevin bilirsiniz ki, ölkədən çıxmağına yasaq qoyulub. Yəni, bunun heç bir hüquq əsası yoxdur. Çünki buna zərurət doğuran bir məsələ yoxdur. Azad Mursəliyev haqqında cinayət işi yoxdur. Azad Mursəliyevin deməli, istintaqdan gizlənəcəyi bir vəziyyət yoxdur və digər məsələlər var ki, buna lüzum yoxdur. Və eyni zamanda bilirsiniz ki, son zamanlar bu istiqamətdə xüsusən Müdafiə Komitəsi yaradılandan sonra komitəyə və onun deməli üzvlərinə qarşı ayrı-ayrı bu cür təzyiqlər yəni həyata keçirilməkdədir. Hesab edirəm bütün bunlar hamısı vahid mərkəzdən qaynaqlanır və məqsəd son 10 ildə olduğu kimi diqqəti bu problemdən yayındırmaq və digər deyək ki, məqamlara yönəltməklə bir növ problemi arxa plana keçirmək məqsəd daşıyır. Amma hesab edirəm bütün bunlar əbəs cəhdlərdir. Çünki Müdafiə Komitəsi qarşısına konkret olaraq məqsəd qoyub ki, Mahir Abdullayevin talehinə müəyyənlik gətirilməsi istiqamətində fəaliyyət göstərmək və bu istiqamətdə deməli real faktları toplayıb ortaya qoymaqdır. Və eyni zamanda bilirsiniz ki, bizim məqsədimiz təkcə Mahir Abdullayevin problemi deyil, söhbət ölkədə olan onlarla mahirlərin talehindən gedir və biz hesab edirik ki, bu geniş bir şəbəkənin fəaliyyətidir. Yəni ölkədə bu günləri belə insanlar, yəni mahirlər var və bizim fəaliyyətimiz həm də ictimai diqqəti bu problemə yönəltmək və talehi qeyri-müəyyən olan bir insanın talehinə aydınlıq gətirmək, onun ən azından ailəsinə bu barədə deməli bir məlumat vermək, mənəvi dəstək olmaqdır. Mən bu prosesdə iştirak eləmişəm. Yəni məhkəmə prosesi 2 dəfə keçirilib və hər ikisində də əvvəldən axıracan iştirak eləmişəm. Deməli, orada iddia ərizəsi ilə müraciət olunmuşdu ki, güya Mahir Abdullayevi qardaşları və bacısı oldu. Komitənin sədri Azər bunların deməli birlikdə iştirakı var Mahirin oğurlanması və öldürülməsində. Çox qəribə hal ondan ibarət idi ki, bunları təsdiq edici bir sənəd ortaya qoya bilmədiyi halda fikrin dəyişərək bildirir ki, bunu Arzu Kazımovuna deyib. Yaxşı, bu qəzetdən də söz adından çıxış edirsən. Digər bir tərəfi, əgər məhkəmə prosesində bu şikayət ərizəsi ilə, qaldırılmış iddia prosesi ilə iş gedirsə, başqa məsələləri bu ortaya gətirib, məhkəmənin iştirakçıların və iddiaçıların şantaj təsdiq olunmayan bütün bu zatlarla, yəni bunların bibləri, bibsi qızları, yəni həbsxanadadır, budur və s. absurd, bunlar yoxdur. Bunlar nə üçündür beləsinə, belə təzyiqlər? Niyə o fikrindən dönür, məsuliyyətsiz çıxışlar edir və niyə də bu məsuliyyətsiz çıxışların qarşısında cəzasını almır? Aslan müəllim, siz eyni zamanda Mahir Abdullayevin qonşusu olmuşsunuz və o ailəni daha yaxından tanıyırsınız. Bizim onlarla yaxınlığımız kökdən gəlir. Onun tarixini mən deyə bilmərəm. Mən bilirəm ki, mənim atam, əmim və böyük əmim, bunların deməli Mahirin atası İslam dayıyla hansı əsrdən gəlir bu yaxınlıq köklü? Mənim şəxsən isə bunlarla yaxınlığım təxminən başlayır 66-cı ildə. Hətta mən eşitdiyimə görə, deməli atamın söylədiyinə görə, bunlar o dərəcədə yaxın dost olublar ki, ilk oğlanların adını Aslan qoymalıdırlar. Mərhum o dünyasını versin Allah, bunların böyük qardaşları Aslan dünyasını dəyişib. Bunlar 6 qardaş olublar. Məhkəmədə elə 5 qardaş, xeyr, 6 qardaş olublar. Mən bunları kökdən tanıyıram. Bunlar xeyirxah insanlar olublar. İstər Elşad, istər İsmail, istər Elsəvər, bunlar öz mahir, öz alın tərlilə, öz savadları ilə, öz oxumaqlarına həyatda öz cığırlarını tapıb işləyiblər. Bu, ətrafda
həmişə xeyirxah işlərlə məşğul olurlar. İstər qohumluqda, istər dostluqda, istər tanışlıqda, istər qonşuluqda. İş burasındadır ki, 12 ildir bu istintaq gedir. Bunun nəticəsi yoxdur. Nə bunun ortada ölüsü var, nə bunun özünə bir məlumat verəni var ki, bu belədir, bu uşaqlar mümkün deyil. İndi o dərəcəyə gəlib çatıb ki, bu proses. Biz küçəyə çıxanda və yaxud da hər hansı bir yerdə elə ancaq eşidirsən ki, bu Mahir nə oldu? Bu axı Milli Təhlükəsizlik Nazirliyinin zabitidir və sadə vətəndaşların nə tək hüququ müdafiə olunacaq? Bu proseslər insanı görürsən ki, gətirib çıxardır, belə hala salır ki, dözülməz hala salır. Siz həm də bu ailənin yaxın üzvü kimi, yəqin ki, uşaqlarını görürsünüz, özünü görürsünüz. Baxa bilmirəm gözlərinə, qəmgin gözlərə baxa bilmirəm. Mümkün deyil. Mən tək deyiləm. En qədər insanlar müraciət edir. Bu komitə harada yerləşir? Bizi də apar yazdırır. Mümkün deyil. Avtobusa minirsən, elə görürsən ki, yox, söhbətlər düşür, danışılır. Nə olacaq? Biz hara gedib çıxırıq oyuna? Məhkəmə prosesində bu məsələ bir növ qaldırıldı məhkəmədə. Deməli, Zeynalov bildirdi ki, istintaqda dəyişiklik olur, yaxşı sual olunur. Bu, dövlətin başçısı sərəncam verib, müstəqil istintaq qrupu yaradıbsa, bu hələ dəyişilirsə, təzəsi gəlib işlə tanış olacaqsa, bu 12 il yox, 120 il uzanacaq. Bunun bir axırı olmalıdır axı. Belə olmaz.